Deməli, dəyərli qardaşlar, tövhid kəlməsi vahhədə yuvahhidu tevhidun. Vahhədə təkləşdirdi, yuvahhid təkləşdirir, tevhidun təkləşdirmək. Yəni, vahhədə feilinin mastarıdır, təkləşdirmək deməkdir. Və bu kəlmənin şəri mənası nədir? Yəni, tövhid kəlməsinin şəri mənası nədir? İfradullahi bil ibadə. İbadətlə və ya ibadətlərlə Allahı təkləşdirmək. Bu ən qısa mənasıdır və ya tərifidir. Tövhidin ən qısa tərifidir. İfradullahi bil ibadə. İbadətlərdə Allahı təkləşdirmək. Biraz geniş mənası İfradullahi bimə yaxtassu bihi. Allahı ona xas olan şeylərdə təkləşdirmək. Minər-rububiyyəti vəl-uluhiyyəti vəl-əsmai və sifət. Rəbb olmasında, ilah olmasında və gözəl isim və sifətlərinin olmasında Allahı təkləşdirmək. Yəni, etiqad eləməlisən ki, Allahdan başqa Rəbb yoxdur, Allahdan başqa ilah yoxdur və gözəl isim və sifətlər Allaha məxsusdur. Bax, qısa olaraq tövhidin tərifi budur. Allah Teala hər birimizi bu tərifi bilən və ona gözəl şəkildə əməl edən qullarından etsin.